Mən sizləri salamlayıram. 2025-ci ilin sonuncu astroloji proqnozunu sizlərə təqdim edəcəm. Ekizlər üçün, romantik ekizlərə 4 dekabrda Palnaloniyadır, dolu ayda. Sizlərə də qara, nazik palasa gedir. Ayın 2-dən 2 dekabrdan 7 dekabra qədər. Bunlar nədir? Çox ola bilər, kimləsə münasibətiniz pozular. Sevgilidir, bilməm, dostdur, tanışdır. Ola bilər, kimsə sizə nəyisə söz verib, bunu gətirəcəm, bunu edəcəm və etməz, sizi məyus edər. Ola bilsin ki, kimsə sizin haqqınıza nəyisə danışar və siz bunu öz qulağınızla eşidərsiniz və bu da sizi çox narahat edər. Narahat edər deməzdim, çox küsərsiniz. Axı var, ikizlər bürclərinin küsməyidir. İkizlərdə münasibət çıxır bu ay üçün. Kimləsə tanış olacaqsınız, ya sizi kimlər nəsə tanış edəcəklər, çox razı qalacaqsınız. Hə, mən vuruldum, mən sevdim, mən çoxdan da sevməmişdim, vurulmamışdım kimi özləri ifadə edəcəksiniz. Həyat hekayənizi danışarsınız saatlarına, amma çalışın bunu eləməyin, çünki bezdirərsiniz hamını. İndi hər yerdə süni intellekt həyatıdır, heç kəs uzun-uzadı mövzuları qulaq asmağı sevmir. Xüsusilə də ikizlər başlayana danışmağa bunu bitirmirlər. Uzun-uzun, belə sevə-sevə, çünki hər bir tezədən bu şeyləri yaşayır, bu cür danışırlar. Qonaq getmək, qonaq qəbul etmək, çevrə, ətraf böyüyəcək, mühit böyüyəcək. İkizlər bürclərinə ümumiyyətlə 4 dekabrdan 14 dekabra qədər əksəriyyətlə boşanmalar çıxır. Amma bu boşanmalar sizin xeyrinizə olacaq. Aliment, ola bilsin, mal bölgüsü olar, mülk bölgüsü və sizin xeyrinizə olar. Kimsə ola bilər ki, hansı ikizlər bürcləri, hansısa bir sevgilisi ilə, ya dostu ilə, ya rəfiqəsi ilə birgə yaşamağa, birgə qalmağa qərar verər. Bu ola bilər 16 dekabr Marsdan 20 dekabra qədər. Bu 3-4 gün ərzində siz nələrinizə qərarını verərsiniz və bu uzun zaman gedir. 20 dekabr Novoluniya, yeni ayda. Siz 20-si, 22-si nələrisə çalışacaqsınız, öhdəsindən gələsiniz. Özünüz üçün yox, övladlar balacadır onlar üçün. Sanki özünüzə yox, o uşaqlara xərcləyəsiniz. Və ikizlər bürcləri 22 dekabr Günəşlə Mars üz-üzədir. Sizlər üçün də yenidən qurma işləri evin içində edərsiniz. Ya divan, mebel, interyeri dəyişərsiniz, ya ola bilərsiniz evin kiçik bir hissəsində dəyişiklik edərsiniz. Ola bilsin də ki, siz özünüz üzərinizə dəyişiklik edərsiniz. Biznes işləri qurmaq istəyən ikizlər, romantikadan biraz aralaşsaz, bəli, bu sizin üçün çox yaxşı olar. Məhz 16 dekabrdan Mars girəndən siz başlaya bilərsiniz özünüz üçün işə. Amma bu zəif gedəcək sizdə. Bu sizi hürkütməsin, qorxutmasın, bilirsiniz. Ümumiyyətlə dekabra ayı olsun, yanvar olsun, fevral, martı, aprelə qədər ikizlər bürcləri üçün biraz sıxıntılar gedir. Və aprel ayının 22-si, 24-ü, bəzlərində 27-sindən sonra, çünki doğum tarixinin asılıdır ikizlərdə, hər şey yoluna düşəcək, hər şey artıqlaması ilə gələcək. Siz də iş biriyinə başlamaq istəsəniz, amma bunu başlayan kimi həmən böyük məbləğdə gəlirlər olmayacaq. Hissə-hissə, az-az, amma sizi qane edəcək və boşuna da getməyəcək. Və 25 dekabrda Veneradır, nəsə dəyişiklik edə bilər saçınızda, stomatoloji və yaxud dodaq boyası olsun, dəyişərsiniz və yaxud üz makyaj və yaxud kişilər ola bilər. Saç əkdirərsiniz, saç uzun stilini dəyişərsiniz və yaxud yeni stilə keçərsiniz, fərqi yoxdur, oğlan və ya qız. Və əsas da mən sizə nələri arzu edirəm, siz ikizlər bürclərinə 2026-cı ili çox ürəyiniz istəyən kimi yaxşı keçirəsiniz. Bu 2025-ci ilin son proqnozu idi. Bu ili xoşluqla yola verəsiniz və yeni ili ürəyiniz istəyəndən də artıqlaması ilə qarşılayasınız. Borçsuz, xərcsiz, ürəyiniz istəyən kimi şənlənəsiniz, güləsiniz, sevinəsiniz. Siz ikizlər, videonu bəyənirsinizsə like etməyi, paylaşımı unutmursunuz. Mən sizə bol şanslar, uğurlar arzu edirəm, dəyərli ikizlər 2026-cı il üçün. Sağ olun, sağlıqla qalın.